لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Əgər qul gücü çatdığı halda səhlənkarlıq edərək və bilərəkdən vitr namazını tərk edərsə, günah qazanarmı? Vitr namazının məqamı çox böyükdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu namazı dəfələrlə vəsiyyət etmiş, ona davamlı şəkildə təşviq etmiş və insanlarda bu ibadətə qarşı böyük rəğbət oyatmışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm nə səfərdə olanda, nə də evində, müqim halda bu namazı tərk etməmişdi. Buna görə də bir müsəlman bu namaza xüsusi diqqət yetirməli və onu davamlı qılmağa tam can atmalıdır. Madam ki, bu Rəsulullahın vəsiyyətidir, ona riayət etmək lazımdır. Lakin günah qazanmaq məsələsinə gəldikdə isə, onu tərk edən kəs günahkar sayılmaz. Çünki günah yalnız Allahın qullarına fərz qıldığı, vacib etdiyi ibadətlərin tərk edilməsinə görə yazılır. Buna baxmayaraq, müsəlman bu namazı qılmağa böyük hərislik göstərməlidir. Bu növ nafilə və təkid olunmuş namazların qul üçün çox böyük faydaları vardır. Bunlardan ən mühümü odur ki, bu namazlar fərzlərin yerinə yetirilməsi zamanı yol verilən nöqsanları örtüb tamamlayır. Həmçinin bu ibadətlərlə insanın dini kamilləşir, İslamı tamama çatır və Rəbbi qarşısında qulluğu daha da gözəlləşir. Əziz izləyicilər, videonu bəyəndinizsə, abunə olub bizə dəstək ola bilərsiniz.